Hər kəs salamlayıram. Öncəliklə deyim ki, gənclər, bu yaşınız etibarıyla bu diqqəti gözləmirdim sizdən. Bütün spikerlərin çıxışını həqiqətən tam diqqətlə dinləyirsiniz. Bunun üçün sizə təşəkkür etmək istəyirəm. Və TEDx-lərin bilirsiniz ki, belə bir qırmızı halqası olur. Bilməm, bu çəkiş üçün, yoxsa işıqlandırmaq üçün genəldə burada bir çıxış olunur. Və mən heç bir çıxışa hazırlaşmıram. İndiyə qədər 1000 nəfər üçün də, 2000 nəfər üçün də, 50 nəfər üçün də heç bir çıxışa hazırlaşmıram. Çünki mənasız görürəm. Auditoriyanı tanımırsan, səhnəni tanımırsan. Amma bir şey analiz edirəm, davamlı bir şeyləri analiz edirəm və bugünkü analizimdə spikerləri analiz etməkdir. Hansı ki, baxdımanca şirkətdə uğurlu bir sektordadır, burada danışdı. Hansı ki, girişimcidir və öz başına bir şeylər yaratma, liderlik ruh var buralardaydı, səhnəni istifadə edirdi. Bu analiz sizə nə verir? Baxın. Birinci növbədə hər birinizin gənclər olaraq bir marka və dəyər yaratma ehtiyacı duyursunuz sizdə. Buna ehtiyac yoxdur. Yenidən nəsə kəşf edilməyə ehtiyac yoxdur sözü var da. Məncə siz sizə xas olan bir xarakterdə yaşamalısınız. Sizə xas olan bir xarakterdə çalışmalısınız və sizə xas olan bir ömrü sürməlisiniz. Mənə xas olan bir xarakter savaşmaqdır. Bəzən çıxıram, genəldə mən birinci çıxıram, yəqin ki, yaşım azdır və digər spikerlər mənə önə verirlər, auditoriya tam yığışana falan. Bu gün biraz gedişdik. Mənim şəxsi düşüncəmi deyim sizə ki, inanın səmimiyyətimə, siz gənclərin elə bir uğuru var. Az öncə mən bir yenə analiz elədim, gənclərlə görüşdüm. Harada da o gənclər bir əlini qaldırsın. Bəli, buradadılar. Bilirsiniz də, skrinləmişəm. Onlara bir sual dedim, inanmırsınız dedim bəlkə, amma maddi məqsədiniz nədir? Sizin maddi məqsədiniz olmalıdır. Mənəvi var, sosial var və s. Bir də maddi var. Misal üçün, cavanlar bilirəm ki, bir sport maşını istəyə bilər, xanımlar özəl bir, nə bilim, bir yaşayış ortamı istəyə bilər və s. Bu məsələ tamamilə individual olduğu qədər, bu məsələnin bir haqqı və qarşılığı da olur, bədəli də olur. Və mən siz gənclərin hamısına deyirəm, inanmayacaqsınız bəlkə, bu gün üçün elə bir şans olsa, mən bu düşüncədə, amma sizin yaşınızda olsam, bütün mal varlığımı hədiyyə eləməyə razıyam. Ki, mən bunu həyata keçirmək üçün ortalama 9 yaşından işləyirəm. Bu arada adım Sərxandır və 9 yaşından iş həyatındayım, Natamam orta təhsilliyəm. Naxçıvanın bir kəndindən çıxmışam, hal-hazırda öz sektorumda dünya lideri bir firmanın ambasadoruyam və bunu rus ingilisini bilmədən eləmişəm və s. İndi bəzi uşaqlar, gənclər, bəzi spikerlər və travmalardan danışırlar. Mən hər zaman deyirəm, bu çıxışımı prov edirəm. Bu arada 17-si böyük bir 500 nəfər üçün səhnəmiz var. Artıq mənim 12-ci profesional səhnəmdir. İlk dəfə ki, mama orada iştirak edəcək, mamam gələcək. Və o mamam ki, məni döyməyə çağırarkən bıçaq dolduyurdu. Həqiqətən də döyməyə çağırır qadın məni, səbri çatmır, bir də bıçaq dolduyur və onu öndə bir yer eləmişəm və gül almışam ona ki, təşəkkür edeyim ki, məni bu qədər həyata hazırladığı üçün. Siz nə düşünürsünüz? Travma mı? İşdən çıxartdılar, travma. İşçilərdə, iş yoldaşlarının pis davrandığı travma. Travma ölçəyi fərqlidir. İndiki nəsildə razıyam ki, travma mövzusu biraz daha öz bacarıqsızlıqlarını örtmək üçün olan bir termindir. Tamamilə, yəni kimə görə travma, nəyə görə travma? Mənim şəxsi həyat təcrübəmdən deyim, çox da yaşım olmasa da, amma ortalama hesabla desək, 22 yaşıma qədər bir 26 ölkə gəzmişdim. İndi 34 yaşım var, təsəvvür edin nə qədər. Bir də ölkələr belə siz dedik mi, İtaliya, İstanbul, Moskva yoxdur, yəni Afrikada bir çöl, Çində nə bilim bir kənd, bu şəkildə düşünün. Təbii ki, bunlar maddiyyatla bağlıdır, hamısı firmalar elətdirmişəm, bunu deyimsə. Çox imkanlı bir adam deyiləm, amma çox vizyonlu bir adamam. Mənim motivasiyamı öldürmək üçün məni öldürməlisiniz. Məni yormaq üçün məni bağlamalısınız. Bu, tamamilə qadınlarla işləmənin, ki, mən buna çox inanıram, bir kişini formalaşdıran iki şey var. Bir anası və qadınlarla işləmək, iki işləmək. Amma yenə də deyirəm, indiki gənclər, xüsusilə də həm cinslərimə demək istəyirəm ki, sizin bahanəniz çoxdur. Travmasına baxın siz bunun, mən deyir, iş yerində zorbalığa məruz qalmışam. İşte orada biraz atalarının sözünə qayıdıram, kişi biraz əskiyyədi eləməlidir. Gedirsən, möhtəşəm bir ortamda, eləməyənlər üçün deyirəm, edin. Qısacası, iş həyatı nədir? Qızlar sizə deyirəm, cinsiyyətsiz, emosiyasız, acımasız bir həyat. Həm sizin üçün, həm də siz etməlisiniz. Tələb olunan budur.
Bizim kollektivdə hal-hazırda 217 nəfər var. 217 nəfərlə bir gözəllik sektorunda işləyirik. Eyni zamanda da bir dünya brendinin ambasadorluğunu aparırıq və s. mövzularda. Amma məni narahat edən ən böyük məsələ nədir bu işlərdə? Gənc kadrların yetişdirilə bilməməsi. Meta keçən il elan verdi, artıq 35 yaş üstü işçiləri daha çox ehtiyac duyur, daha çox istəyir. Niyə? Adam çünki realistdir. Yəni, sizin içinizdə çox potensiallı insanlar var, razıyam. Hə, yarısı da heç kimə lazım olmayacaq. Onu kim seçir, özünüz seçəcəksiniz. Mən hər zaman çıxışımın sonda bununla yekunlaşdırıram, amma hər zaman da sonda dediyim sözü öncə deyirəm. Nə qədər qiymətlisiniz, bilirsiniz dostlar? Bu gün ölsəniz, neçə insan həyatına toxunacaqsınız. Bu, mən hər zaman standart görüşümdür. Ki, bilin. Mən bu gün şəxsən ölsəm, bilirəm ki, bizim gənclərimizdən ən azından onu normal quracağı həyatın 50%-də belə nail ola bilməyəcək. Çünki uşaqların qırılan tərəfləri çoxdur və biz onu bərpa eləməyə çalışırıq. Mən qardaşımın keçən iş yerinə getdim, çox əsəbləşmişdi. Dedim ki, sən burada problemləri həll etmək üçün olan adamsan. Sən niyə əsəbləşirsən ki? Siz isə o problemləri puzzle formasında bərabər işləmə qabiliyyəti ilə işləməli olan adamlarsınız. Yəni, sizin içinizdən yaxşı düşünə bilən, empati qura bilən ki, öncəki spikerlərdə də bu mövzulara toxundu. Ona görə mən heç vaxt slaytım yoxdur, heç vaxt dinləyirəm, analiz edirəm və görürəm ki, nələrdir. Hər birimiz bahanə axtardığınız təqdirdə tapacaqsınız. Mən də sözümü taparam. Düzdür mü? Deyərəm ki, məsələn, dünən mən yatmamışam, vaxtım olmayıb, slayt hazırlamağa və s. və s. Yox, istəsəm taparam, istəsəm edə bilərəm. Siz də istəsəniz edə bilərsiniz. İndi düşünün, hər zaman deyirəm, mən həyat hekayəm bu arada YouTube-da var, çox gözəl bir layihədə danışmışdım. Və genəldə mən bu cür tədbirlərə çıxışda spikerlərin danışdığı mövzulara baxıram. Mən çətin idi və bu adam nəyi bacardacaq yəni? Anladınız mı? Yəni, bu tam olaraq nə əldə edəcəksiniz? Mənim çıxışlarım genəldə belə çox qarmaşıq, 5 qoldan gedir. Niyə? Mən sizin beyninizə bu qədər hörmətsizlik olunmasını qəbul eləmirəm. Film izləyirsiniz, 60 milyon dollara film çəkdim. 20-ci dəqiqəsində nə olacağını bilirsiniz. Siz niyə? Sizi yormaq istəmir. Çıxışlara baxın, hamısı detallı rəqəmsal, hamısı YouTube-dan bir-birinin kopyası və s. Bu, siz niyə? Sizə qarşı hörmətsizlikdir. Zəkanızı bu qədər ucuza saymayın. Və siz bu qədər rahata alışmayın. Sözsüz ki, indiki dövrümüz üçün hər şey daha rahatlıq üzərində bir imkan sağlanır. Hər şey, oturacaqlar belə 50 il əvvəl bu qədər rahat deyil. Amma siz özünüzü biraz zəhmətə salın. Mən çox off-roadçu bir adamam, kamplar falan filan edəyənəm. Və mənə deyirlər ki, niyə gedirsən? Məsələn, bizim o gün bir maşın var məndə, köhnə maşındır. Köməkçim var, Günay deyir ki, niyə bunu sürürsünüz? Deyirəm ki, bu mənə o biri maşınımın qiymətini bildirir. Gedirəm mən dağa, təbii ki, bir kibrit apara bilərəm, yox. Orada daşla yandırmağa çalışıram, orada bir gün keçirirəm. Amma mənə dünyada nə qədər önəmsiz, zəif olduğumu anlatır. Saat 3-dür, meşənin ortasında təksən, alova qalamısan, nə qədər dəyərsiz və zəif olduğumu anlayırsan. Deyirlər, belə motivasiya olar. Belə motivasiya olmazdır. Çox büyük deyir ki, siz dəyərsizsiniz, siz zəifsiniz. Empati qurun deyə deyirəm. Qarşınızdakı da odur. Bir-birinizi dəstəkləyin. Komanda ruhu əskikdir bizim millətimizdə. Baxın, idman növlərinə, bizneslərə, kollektivdə çox zəifik. Elementar, baxın bizdə güləşçilərə, dünya olimpiya çempionlarımız var, qat-qat. Futbola baxın. Niyə? Komanda ruhu yoxdur. Mənim qazancım komanda ruhudur. Mənim gücüm, hansı ki, işlətmənin o gənclərində yetişdirə bildiyimiz, təbii ki, 50 nəfərdən 4 nəfər çıxır, o ayrı mövzudur. Bu, zaten hər bir millətin progresiv zəkası ilə bağlı bir şeydir. Bu günlərim gedin, bir İngiltərədə misal üçün, 19-25 yaş arası gəncləri götürün, progresiv gənclik dediyimiz gəncləri IQ suallarıyla və s. seçin, misal üçün 7% çıxacaq. Bizdə bu 4%-dir. Reallıqdır bu. Niyə 4%-dir? Çünki Fox fərqlidir. Bu günlərim üçün sizin həyatınızda etməli olduğunuz şeylərlə məşğul deyilsiniz. Mən burada standart əl qaldır söhbət eləmək istəmirəm ki, xaricdə yaşamaq istəyənlər zalın yarısı əlini qaldıracaq, xarici bilənlər yarısını indirəcək. Ən böyük məqsədin sən xaricdə yaşamaq, bir gelib görmüsənmi?
Mən getdim gördüm. Yaşamaram orada. Niyə yaşayayım ki? Niyə yaşayayım? Yəni yemək yoxdur. Başa düşürsünüz? Bildiniz yemək yoxdur. Hə getdiniz 3 gün qaldınız, gəldiniz yox. Mən 20 gün qaldığım ölkədə şəhərlər var. Gedirəm baxıram ki, mən orada yaşaya bilmərəm yəni. Bizim gənclər var, gedirlər xaricə 10 gün sonra yığırlar. Yaşayamırıq. Niyə? Çünki yoxdur. O ünsiyyət forması yoxdur, o qidalanma yoxdur, o həzz, o istilik yoxdur. Və sizə bunu demək istəyirəm ki, çox da bunun üçün çalışmayın. Mənim nacizanə fikrim nədir? Nələr etməliyik deyə düşünürəm. Gənclər, sizə danışacağım hər şeyi maşallah sizin pleçenlərə yazıblar. Həqiqətən də. Amma işte yazmaqla beynin çox tənbəl bir şey var axı. Söz verməyi çox sevir. Amma icrasında tostlayır. Qızlara baxıram, çox gənc belə enerjili oğlanlar da həmçinin və bu gənclərin biraz öncə gənclərlə söhbət elədim. Sizin kitabxana deyəsən çalışan bir xanım mənə dedi ki, Sərxan bəy dedi, bir biznesmen kimi gənclərə varlı ata, kasıbada kitabını oxumağı tövsiyə edirsiniz? Dedim, əlbəttə ki, yox. Təbii ki. Nə oxusunlar? Dedim ki, tarixi şəxsiyyətləri oxusunlar. Tarixi şəxsiyyətləri oxuduqda 16 yaşında, keçən mən bir şey oxudum, səhv eləmirəmsə harası uçurdum, TR-də oxudum. İnanın səmimiyyətimə belə bir qəribə başqa bir hiss yaşadım. Siz yəqin ki, məndən daha yaxşı bilərsiniz bunları. Adamın biri müharibəyə girir, çox az bir ordu ilə və çox böyük bir ordunun qarşısına çıxır. Belə baxır, düşünür. Bu hansı ki, o millətlə seçmək istəmir, ona qarşı olan bir müharibədir. Köməkçi deyir ki, necə eləyək, nə qərar verək, nə düşünürsünüz? Sizcə, deyir, mən bu qədər adam hara bastıracaq deyir. İdeologiyaya bax. Adam gəlir, işğal eləmək istədiyi şəhərə, o gəmiləri yandırmaq söhbəti bilirsiniz də, gəmiləri yandırır. İndi sizə sual verirəm, bu ideologiyadakı gənclərdən sonra biz nəyə gəldik? İş, telefon zayıfqası qutardı. Evə gəlib çıxa bilməyəcək bu. Biz bu yaşda, mən biraz da öz yaşımı daha üstün yaşayıram, yəni daha yaşlı bilirəm. Və sizə deyirik ki, siz bizim dövrünüzdə isə həyatda qala bilməzdiniz. Ciddən həyatda qala bilməzdiniz. Bizim yaşayışımızı, anam da, anamdan doğma, böyüməyə çağıracaq bıçaq tulluyurdu mənə. Bizim vaxtımızdakı səhiyyə sistemi, təhsil sistemi, yəni düşünün, mən 217 nəfər idarə edirəm, məktəbdə oxuya bilmədim 8-ə qədər. Niyə? Çünki mən Mendeleyev cədvəlini YouTube-da 6-7 saat öyrəndim, mənə məktəbdə bir ay öyrədə bilmədilər. Əyləndirərək öyrənmə yoxdur. Siz neyinirsiniz? Əylənirsiniz mi öz aranızda? Yox, imtahan var, hazırlaşıram. Mən şəxsən elə bir müəllim düşünürəm ki, görmüşəm ki, siz gedin onun qarşısına dərsdən əlavə, dərslə əlaqəsi olmayan bir çıxış verin, əmin olun ki, sizə qiymət yazacaqdır. Niyə bilirsiniz? Çünki o insanlar sizi həyata hazırlayan insanlardır. Və mənim bu günlərim, keçən bir çıxışdaydı, bir gənc baxdı pəncərədən çıxır, dedim, çox xahiş edirəm, dedim, çıx get, dedim. Qovmaq üçün demirəm. Sən orada daha maraqlı, sən orada daha faydalı olacaqsan. Yaradıcı ruhla, daha enerjili bir ruhla hərəkət edin və həyatımızın bahanələrlə doldurmayın. Bu günlərim əzm formasında, indi siz yenə deyirəm, məni tanımırsınız, vaxtınız olsa bir YouTube-da baxarsınız, həyat nələr alacaq sizə, nələr verəcək sizə. Çünki mənim burada çıxıb danışmağım biraz mənim üçün yəqin ki, Tanrının o, sizi hər zaman gənclərə deyirəm, bizim çalışanlara da deyirəm. Deyirəm, çox insan deyir ki, həyat mənə layiq olduğum həyat vermir. Mən sizə deyirəm ki, həyat mənə layiq olduğumdan artığını verir. Şanslı tərəfim budur. Amma şansı bir zorlamağım var. Yəni, mənə olmaz de və keç izlə. Spişerlər çoxdur. Günay xanım mənə dedi, Sərxan bəy dedi, çıxışınız gənclərləndir. Əslində, çox çıxış etmişəm mən gənclərlə. Necə edək ki, daha maraqlı olsun. Misal üçün, var spikerlər su intellektdən kömək istəyiblər və s. və s. Amma mən sizi tanımırdım, sizi görməmişdim. Bilmirdim məni kimlər qarşılayacaq. Orta segment tələbə, orta segment vətəndaşlarımızsınız. Bunu gördüm. İndi buna uyğun nə danışmalıyam? İçinizdən sadəcə bu ölkəyə bir nəfər lazımdır. Orada şəkilləri də var, görürsünüz zalda. Bu adamlar kimi bir nəfər lazımdır bizə. Bu boyda zaldan gənclər, baxın, bu zalda şəkilləri olan insanlar kimi bir nəfər lazımdır. Çıxmaz yəni deyirsiniz. Çıxar, o çıxacaq adam indidən bir almışlayın, xahiş edirəm.
O kim olacaqsa. Lütfən. Və növbəti mənə ən çox narahat edən məsələlərdən biri gənc ruhun və yaradıcı ruhun sadəcə startup yaradacağım, tez bazar 16-7 milyona satacağım, ondan sonra da həyatımı belə o deyil. Başdan danışaq. Mən sizin baxdığınız, sizin etdiyiniz hər şeyi deyirəm. Amma fanatik dərəcəsində etmirəm. Siz də misal üçün film izləyirsiniz, mən də izləyirəm. Siz də videolara baxırsınız, mən də baxıram. Siz də kitab oxuyursunuz, mən də oxuyuram. Siz nə edirsinizsə, eynisini mən də edirəm. Bəs nədir fərqi yaradan? Bilirsiniz, həyatımın onlardan ibarət olmayacağını və bunların mənim həyatıma çox da bir jesti olmayacağını bildiyim üçün az edirəm. Dostlarla belə çox az oturmaq lazımdır. Baxın, mən sizə şablon, YouTube-da öncəki TEDx çıxışlarının kopyalanmış, ələnmiş şeylər danışmıram. Bax, fikirsiz sizdən. Şəxsən sənlə danışıram. Sən nə etmirsən? Və bu beyindən, uşaqlığımdan bunu düşünürəm. Bir gənc 17 yaşına çatmadan kiməsə lazım olmalıdır. Bir gənc 17 yaşına çatmadan kiməsə lazım olmalıdır. Və yəqin ki 30-cu yaşım idi. Qızımın 5 yaş yarım var idi və gimnastika ilə məşğul idi. Ad günümdə mən gəldim, o an bu sözün təsdiqi gəldi və qürur duydum özümdən. Bir ata kimi yox, insan kimi. Gimnastika Federasiyasından idilər və dedilər ki, biz dedik, Sofiya bizim milli komandada olsun. Dedik, Sofiyadan soruşaq. Sofiyadan soruşduq, açdıq, göstərdik dünyada keçən yarışlar. Dedi, yox, ki, mən dedi, belə, prosto xoşuma gəlir, belə eybəcə yeriməklər xoşuna gəlir. Yəni, mən dedi, idman kimi sevmirəm. Nə olacaqsan deyəcək? Deyək, hələ ona baxıram, deyir, görüm hələ. Ciddən, belə də bir özgür iradəmiz var öz aramızda. Yəni, sözümü gətirirəm ki, bu gün üçün hamınız qiymətli sayırıq özümüzü, düzdürmü? Razıyıq. Nə verirsən bunun qarşılığında? Heç yer tuturam cəmiyyətdə, vətəndaşam. Bir daha deyirəm. Bax, bu şəkillərdəki bir insan lazımdır bizə. Bir insanı, düşünün, bircə nəfər lazımdır bizə. Dünyadakı ona görə deyirəm, şəxsiyyətləri oxuyun. Mən İtaliyada gəzirdim, açdım və Tuaveran həyatını dinləməyə başladım. Kitab 24 saatdır. Və belə baxıram, düşünün adam 8-9 xəstəliklə o cür bir hərəkət, o cür bir hərəkəti, insan baxır, bu necə bir şaşmaq xatayı var da bizim tariximizdə. Bu gənclər var da oğlanlar, bizim oğlanlar da burada əyləşən. Paşüstə sizin yaşlarınızı bilirsiniz də, məndən yaxşı bilirsiniz siz. İndi bunun əcdadına bax, indiki gəncliyə bax. Mən utanıram şəxsən. Mən daha yaxşı ola bilərdim ondan. Çünki onun imkanları yox idi, mənim imkanlarım var. Onun atı maksimum 60 ilə gedirdi, mənim maşınım 250 ilə gedir. Onun telefonu yox idi, mənim telefonum var. Onun Wi-Fi yox idi, mənim Wi-Fi'm var. Mən tez bazar organizə ola bilirik, danışa bilirik, görüşə bilirik. O adam, başa nə deyim, gənclər? Mənim şəxsi düşüncəmdə, siz mütləq və mütləq həftədə bir tarixi şəxsiyyəti oxuyun, araşdırın, ondan sonra işimi quracaqsınız, çox yaxşı quracaqsınız. Ailəmi quracaqsınız, çox yaxşı quracaqsınız. Heç bir şey etməsəniz, dünyanı çıxıb, kimi gəzsəniz, belə daha yaxşı edəcəksiniz. Çünki bir bazarıq, bir təcrübə yaranacaq və davamlı mən daha yaxşı edə bilərəm düşüncəsi yaranacaq sizdə. Bu necə yaranır dostlar? Özümüzü o qədər də qiymətli, o qədər də qiymətsiz görməmək üçün. Nə dedim sizə? Açın Google Map'ı, belə bir yüngül uzaqlaşdırın. Gördünüz? Dünya sizdən ibarət olmadığını onu da anlayacaqsınız. Və bu düşüncə ilə, bu vizyonla yola çıxdıqda bacarmayacağınız heç bir şey yoxdur. Yəqin ki, sual yaranacaq. Niyə pomidor? Amerikada bir domates effekti var. Heç bir şeylə yadda qalmasam, əlindəki pomidor tutan oğlan deyə yadınızı saxlasanız bəs eləyir. Sizi çox istəyirəm gənclər. Minnətdaram. Bu qədər. Sağ olun.